Salam aleykum, hamını yeni videodan salamlayıram. Demək, bu günləri gəlmişəm Radius Təkər mərkəzinə. Təkərlər əldə eləmişəm. İndi hansı təkəri seçdim və seçimimi nəyə əsaslandırdım, onu sizə izah edəcəm və ümumiyyətlə Radiusa niyə gəldim, qısaca o haqqda danışacağım. Demək, internetdə bir endirim kampaniyası çıxdı qabağıma. Radiusda endirimlər var. Və sonradan öyrəndim ki, Radiusda ildə 4 dəfə endirim ayları olur. Onlardan da biri mart ayıdır. Və demək, girdim saytlarına, Radius saytına da girib istədiyiniz təkərin qiymətlərinə baxa bilərsiniz. Müxtəlif seçimlər var. Amma BYD Destroyer 05-in təkər razmerləri qeyri-standart. O qeyri-standart necə? Yəni bazarda çoxsunda məsələn 185, 65, 15 çox yayılmış təkərdir və s. 16, 17-yə də aid belə deyək də əzbər olan təkər razmerləri var. Hansı ki arxamda da gördüyünüz kimi altdan yuxarı kimi və bu çarxılaraq fırlanır. Hər razmerdə olan təkərlər var və müxtəlif firmalar dediyim kimi. Buradasa seçim 4 təkər arasındaydı, səhv eləmirəmsə. İndi onu sizə çalışacağım ki kadrlarda göstərim. Demək, özüm də ümumi olaraq da bazardan bu təkərləri tapmışdım. Çoxsun nə mən elə bilirəm ki, siz də tanışıq deyilsiniz. Məsələn, Arivo'dur, Minevra'dır, Nexen də bunu az çox tanıyırıq. Goodride başlayıb tanınmağa. Hillo'dur, Winmax, Durun, Kapsen və Lassa təkəri var idi. Lassa məşhurdur. Özüm də öncələr ondan istifadə eləmişəm. Əldə elədiyim təkər isə Linglong oldu. Saytda da endirimdə idi. Sizə dəqiq deyəcəm endirimin. Daxil olursunuz sayta və gördüyünüz kimi Radius yazdınız. 225, 60, 16 bizim təkərin razmeri budur. Song Plus'dur, Cial'dır, Destroyer'dur. Ən azından bildiyim bunlarda, bu razmerlərdə, ola bilər Seal 06'da da bu razmerlərdə. Vurursunuz, axtar. Və burada gördüyünüz kimi təkərlər çıxır. İndi sizə öz seçdiyim, bu da Petlasite'dir, Starmax, Türkiyə istehsaldır. Mənim seçdiyim Linglong Tire gördüyünüz kimi bu oldu. Ola bilər ki, kimlərsə tanış deyil, mənə də tanış deyildi. İndi bir maraqlı statistika qoyacağım qarşınıza. Yəni mən təkcə o səbəbə görə heç nə fikirləşmədən avtomatik olaraq bu təkəri seçdim və mart ayının sonuna kimi gördüyünüz kimi endirimdədir. 129.90-dan düşüb 93 manat 53 qəpiyə 28% endirimdədir və bu məbləği də mən də taksit kartı əldə elədim. Bir bankın getdim kartını götürdüm çünki birisi son zamanlar durum yaxşı deyil. Taksitə böldürdüm. 3 aylığa, 6 aylığa yox, 3 aylığa tam olaraq komissiyasız. Yəni məbləğ nədirsə onu da ödəyəcəm. Təxminən bunu 6 aya böldürsəz 57-60 manat arası olacaq aylıq ödənişiniz. Gəlin indi sizə bu axtarışda belə bir bu və yaxud da digər bir axtarışda elə bilərsiniz. İstəyirsiniz ingiliscəsində, mənə rus dilində rahatdır deyə Azərbaycanda çox informasiyanı tapmaq olmur. Elə belə yazdım top şınlıq производительlik və yaxud da top 10, top 50 yaza bilərsiniz. Gəlin axtaraq və bir neçə məqaləyə girəcəm. Bax, elə ən birinci məsələn top 75 крупнейших производителей, yəni top 75 böyük, nəhəng təkər istehsalçıları. Gəlin baxaq görək burada kimlər var. Baxın, Michelin, Bridgestone, Continental və s. gəlirik burada. Yokohama, yəni bunlar hamımız tanıyırsınız, bütün dünya tanıyır. Bu təkər GT, mənim maşının üstündə gələn təkər idi. GT, görürsünüz, Kitay, Çinin təkər idi. Və ondan sonra Linglong gəlir. Gördüyünüz kimi. Yəni 13-cü yeri tutur. Gəlin indi bax digər bir məqaləyə girək. Gəlin elə girək bura.
Siyahı formasında. Baxın. Baxın görürsüz. Burada da 17-ci sıraya qoyulub Linglong. Gördüyünüz kimi Çin. Və burada baxın 9, 10 və 17-ci. Yəni Çində top 3 şirkət varsa, bunlardan da biri Linglong'dur. Bu neçənci ilin statistikasıdır? 2023-cü ilin statistikasıdır. 25-in statistikasına baxmışdım. Gəlin top 25'e baxaq. Bu 2025-ci il. Görə burada kimlər var? Burada top 15'də salmayıblar. Burada da həmçinin eyni başqa bir yerdə olan məqalədir bu. Ukraynaların saytıdır, səhv eləmirəmsə. Burada da Linglong Tire GT gördüyünüz kimi. Budur səbəbi, yəni məni bu tərəfə yox, bu gördüyünüz. Hələ burada olmayan bazarda indi bəlkə də başqalarda var deyən demirəm, mən super bazar araşdırması eləmişəm, amma ən azından axtarıb tapdığım Bakıda və hal-hazırda mövcud olan təkərlərdən indi bunların siniflərini çoxsunu bilmirəm, çoxsu C və D sinifidir. Mənim əldə elədiyim təkər C sinifidir. Yəni ən azından şirkət olaraq da bunlardan üstündür. Yəni bu şirkətlərin formalaşması üçün burada təkcə təkər istəsə olmuş təkərlər sayı deyil, həm də kapitaldır, həm də dözümlüydür, həm də araşdırma mərkəzinin olmasıdır. Görürsünüz, burada satış sayıları var, 27 milyon, 25, yox. Bu rəqəmlərdə. Yəni satışdır, bu təhqiqat institutlarının olmasıdır, bunların təkər yoxlanması üçün poligonların olmasıdır və s. amillər gətirir bu şirkətləri dünya şirkətlərinin arasında gətirib salıb. Yəni görürsünüz də birinci, ikinci, üçüncü yerdən hansı şirkətlərdir. Yəni reytinqin doğruluğu məncə sizə heç bir şübhə doğurmurdu. Yəni Michelin, Bridgestone, Goodyear, Continental, Pirelli. Yəni bunlardan sizə yox amma, yəni bunlardan sizə aydındır ki, yəni Linglong bu qiymətə hansı keyfiyyəti sizə verə bilər. Ümumiyyətlə də radiusda hər təkəri gətirib öz satış sıralarına salmır. Çünki bunun sabahsı da var. Və təkərləri əldə elədim, ödənişi elədim, dediyim kimi. Və bütün burada olunan, məsələn, mən Razval Balans təkərlərin yuyulmasıdır, paketlənməsidir, hamısını əldə eləmişəm və ayrıca olaraq da sığorta əldə elədim, gördüyünüz kimi. Sığorta haqqında sizə danışmaq istəyirəm. Təkər sığortası demək müqavili böyükdür. İndi bunu buradan oxumaq istəmirəm. Əsas odur ki, biləsiniz. İstənilən halda təkərə bir zədə oldu, tutaq ki, gətirirsiniz bura, inspeksiya olunur. Əgər düzəltmə təkər təmirə yararlıdırsa təkər təmir olunur. Yox, əgər təmirə yararsız olduğu təqdirdə burada da belə bir göstərə bilmirəm. Burada İlk 6 ay ərzində 100%, məbləğin 100%-i sizə geri qayıdır. 7-ci ayında 93% və ay-aydan gördüyünüz kimi hər ay 7% düşür və bir ilin tamamında təkərviz əgər tamamilə sıradan çıxarsa 58% geri ödəniş alırsınız. Məbləğ olaraq da mən ödədim 15 manat, 14 manat nə qədərsə ödədim. Yəni bazarda sizə 40 min, 50 min, nə bilim 30 min zəmanət verirlərsə, onlar hamısı dildə və yaxud da elə belə bir kağızdadır. Amma radiusun sözü sözdür də, yəni bu elə belə bir sənət deyil. Demək, maşın saxlayırsınız ilk öncə çöldə. Yəni burada da yerlər var, parking yerləri var. İndi dolu olsa Keşlətdə bura, bildiyiniz kimi. 2 filialı var. Mən Keşlədə mənə yaxın olduğu üçün Neftçilərdən bura yaxınlaşdım. Badamdağdakına da yaxınlaşa bilərsiniz. Yaxınlaşdınız, sonra yaxınlaşırsınız burada satış şöbəsində olan əməkdaşlardan birinə.
Qiymətləri yenə də dəqiqləşdirirsiniz. Radiusda gördüyünüz qiymətləri dəqiqləşdirirsiniz. Hansı təkər seçmək istəyirsinizsə, əgər burada varsa sizə göstərirlər, yoxdursa gətirə də bilərlər. Gətirirlər bax belə bir şəkildə. Baxırsınız, təkərlə tanış olursunuz. Əgər başınız çıxırsa, yəni burada qoyulan bu risunkadan hamısı bu ara sözlərdir də. Ay nə bilim, risunkasında belə xətt olan nə olur, eləsi nə olur. Yəni burada gördüyünüz, yəni basırlar. Təkər əgər bu stenddə varsa düşürülür aşağı. Əgər siz bu uzorlar üzrə ekspertsinizsə baxa da bilərsiniz. Ümumiyyətlə də yəni mal alırsınız 90 manat, 100 manat, indi baxır hansı təkər seçəcəksiniz. 77 manatdan başlayır. Əgər söhbət Bivadi Destroyer'dan söhbət gedirsə, amma belə yəni gördüyünüz məncə 13'lük təkərdir. 12'lik hətta təkərdir. 12'lik təkərdən tutulmuş. İstənilən oradakı təkərlərin böyüklüyünə, eniliyinə baxa bilərsiniz. 21'lik, 17'lik hər cür təkər, 4 fəsil, yay, qış təkəri hamısı var. Əldə edirsiniz, yaxınlaşırsınız kassaya, ödənişinizi ödəyirsiniz. Sənədləri aldığınızdan sonra sizdən burada açarı təhvil alırlar. Daha sonra buradan çöldən maşını özləri salırlar içəri. Bütün lazım prosedurlar içəridə olunur və siz həmən vaxtı buradan yaxınlaşa bilərsiniz. Qalxırsınız. Yuxarı mərtəbədə burada gördüyünüz kimi kafe var. Kafe də tam pulsuzdur. Oranı da çəkilişini görəcəksiniz. Çəkəcəm, göstərəcəm. Və burada gördüyüm bəzi detallar var, onları sizə göstərmək istədim. Çöldə gələndə. Maşını çöldə saxlayıb bura gəlirdim. Belə bir şeylə rastlaşdım. Düzdür, bunun təkəri heç bir adiyyatı yoxdur, amma insanlar çöldə, yəni bu trotuarı düzəltdiyi vaxt görün para kimi brendinqə fikir veriblər. Hamısına aiddir. Gördüyünüz kimi radiosun logosu. Bu kiçik bir şeydir, amma insanların nə dərəcədə işi profesional və işə məsuliyyətli yanaşmasının göstəricisidir. Dediyim kimi hər bir şeyin ödənişini elədik. Açarı təhvil vermişik. İndi maşınımızı qaldıracaqlar. Və sonra da icazə almışam. Sağ olsunlar, icazə verdilər. Yaxınlaşıb içəridəki olan proseduru da sizə göstərəcəm ki, razval, balans, ümumiyyətlə təkərlərin demontaj olması falan nəyə bazardımsa inşallah ki göstərəcəm. Demək, gördüyünüz kimi maşın verildi içəri. Hal-hazırda Radius təkər mərkəzindəyik və bir maşın üzərində bir neçə əməkdaş eyni anda çalışır ki, proses sürətli olsun. Gördüyünüz kimi biri qaldırır, biri qaldırandan da sonra görəcək. Demək, hal-hazırda gördüyünüz ki, yəni bir dəqiqə çəkmədən təkərin 4'ü də çıxdı və hərəsi bir yerə getdi. Yəni bildiyiniz şeyi xatırladır. Yəni formula vaxtı ki, necə boleti yaxınlaşan kimi qalxır və 4 təkər dəyişilir. Düzdür, həmən sürət olmasa da, amma onun bir analoqunu görə bilirik. Yəni bu hamısı 1, 2, 3, 4 dənə təkərdir. Demək, və burada da təkəri diski qarışıq salınır içəri və bu avadanlıqdan deyilənlərə görə Azərbaycanda tək Radius təkər mərkəzindədir. Burada təkər tam olaraq yuyulur ki, balansa düzgün gedirsin. İndi təkər çıxandan sonra vəziyyətini görəcəksiniz. Burada da gördüyünüz bu təkərin üstündə nə qədər ki quruzlar var idi. Hamısından azad olundu. Təkərin biri belə gedir, biri belə gəlir. Açığı belə sürətli bir işi görməmişdim. Bu da Radiusun keyfiyyətidir. Təkər çıxdı, yəni təkərin öncəki halıdır. Bu da sonraki halıdır, baxa bilərsiniz. Yəni belə deyək də, təkərin biri yuyulur. Biri, baxın burada, oradakı bilmirəm artıq nə işlə başlayır. Burada hamısını daha da çatdıramıram. Burada təkər
demontaj olunacaq. Yeni təkərlərlə əvəz olması üçün. Lastik var ana. Bu da seçdiyimiz təkərdir. Linglong 225-60-16 və gördüyünüz M+S 4 fəsil olan təkər. Bu da gördüyünüzün təkərin ölçüsüdür, kodlaşdırmasıdır və bu arada bu Real Nakelsinin sponsorlarından biridir. Bu arada təkər də 2025-ci ilin 11-ci həftəsindəndir. Təkərləri baxın, sifariş eləmişdim ki, özümlə götürəcəm. Təkərlərim Protector'da 4 milli çıxdı. Bu da mənim köhnə təkərlərimdir. 102.000 getmiş təkərlərdir. Demək, ustalar mənə sual verə-verə başım qarışdı. Maşınla demək olar ki, işimi bitirdilər. Təzə təkərlər üzərinə vuruldu, gördüyünüz kimi. Hərə bir tərəfdə işləyir. Heç cür çatdıra bilmirəm burada çəkiliş eləməyi. Köhnə təkərlər artıq hazırdır. Yuyuldu, paketləndi. Dediyim kimi də, yəni burada hər cür xidmət var. Həm utilizasiyaya verə bilirsiniz, onun üçün də pul ödəməlisiniz. Özünüzlə aparmağında 2 yolu var. Bir, adi qaydada elə yuyulur. Yəni bu yuyulma zaten razval olunacaqsa, bu yəni prosedur vacib prosedurdur. Amma paketdən də əlavə olaraq sifariş verə bilirsiniz. Paket deyirlər ki, maşınınız batmasın, yəni xidmət mükəmməl. Yəni yer sayını da görürsünüz. Baxın burada yəni hər podyomnikin yanında aparatları var. Yəni burada işləndirməsi deyilən söhbət yoxdur. İndi qalxacam yuxarı kafeyə. Burada da kafedə gördüyünüz. Oradan oturub rahat da izləyə bilirsiniz. Mən sadəcə olaraq xahiş elədim. Çəkiliş üçün yaxınlaşdım bura. Normalda buraya yaxınlaşmaq yalnız hər hansısa bir problem aşkarlanarsa siz buraya yaxınlaşırsınız. Yəni inspeksiya zamanında diskdə və yaxud da digər problemlər aşkarlanmadığı üçün heç bir halda sizi çağırmırlar. Necə ki sizə açarı təhvil vermişsiniz satış mərkəzində, eyni qaydada da işiniz bitəndən sonra sizi məlumatlandırırlar, gəlib açarınızı götürürsünüz və xudahafiz. Bu da yuxarıda olan hissədən sizin üçün çəkiliş edirəm. Demək, burada da razval olunacaq. Bu arada mən orucam, kafeye yaxınlaşmışam. Burada oturduğunuz zamanda bu gördüyünüz menüdə olan hər bir şeydə sizə pulsuz olaraq verilir. Çay, qəhvə. İndi bir nüansda sizə burada göstərəcəm. Çox bəyəndiyim nüanslardan biridir. İndi düzdür, təkər heç bir aidiyyatı yoxdur deyə bilərsiniz, amma mənim üçün, yəni inanclı bir insan üçün çox dəyərli bir şeydir. Onu da burada tapdım və çox sevindim. Deməli, kafenin yanından yaxınlaşırsınız. İndi buranı göstərməyin adı yoxdur. Tualetdir. Və bura gördüyünüz namaz otağıdır. Dəstəmaz otağıdır. Burada var da dəstəmaz. Buna diqqət edin, burada adlar az və dəsmallar qoyulub. İstifadə edib alt hissəyə qoyursunuz. Təmizlik də göz qabağında. Burada gördüyünüz Radisson kafesidir. Ümumi olaraq sizə göstərirəm. Çöldə də belə bir şey göstərəcəm sizə. Yəni insanlar brendinqə necə yaraşır. Adi bir buranın bir kafesidir və sıradan bir xalçasıdır və üzərində Radisson logosu. Baxın, adi bir detaldır da, düzdür. Bir təkər dəyişilən yerdə niyə bunlar olsun, amma insanlar bir fincana belə yanaşırsa, görün indi təkər məsələsinə necə ciddi yanaşarlar. Bunlar heç biri göstəriş üçün olan deyil, bunlar hamısı keyfiyyətin göstəricisidir.
Baxın adi burada. Görürsünüz. 77 UT 456 nömrəli avtomobilin sahibi zəhmət olmaz satış şöbəsinə yaxınlaşır. 77 UT 456 nömrəli avtomobilin sahibi zəhmət olmazsa satış şöbəsinə yaxınlaşır. Və budur, oturduğunuz yerdə belə bir bildiriş gəlir. Bu da o deməkdir ki, avtomobil artıq hazırdır. Əslində buradan da oturub izləyən vaxtda siz bunu görə bilirsiniz. Gördüyünüz kimi maşının bütün işləri bitdi. Və maşınımız hazır oldu. Gəldik. Satış nümayəndəsindən açarımızı təhvil aldıq. İndi gedək parkingdən maşınımızı götürək. Maşın burada çöldə. Radiosun öz parkingində olur. Burada maşınımız hazır. Yeni təkərlərimiz. Bu arada bu maşına hava yerinə azot vurdurdum. Və təkərlərimiz Ringlong. Gördüyünüz kimi. Təkərlərin də ikisi burada. 2 dənəsi də burada. Belə işimiz bitdi. Ötən 100 minlik videoda dediyim kimi təkərlərin artıq vaxtı idi. Əslində bəziləri sürərdi. Amma qayda ilə, qanunla təkərin əsl ilə dəyişilmə vaxtı idi. İndi isə əsas məqam nəyə nə qədər verilməli lazım olduğunu sizə deyəcəm. Demək, 4 ədəd təkərin qiyməti eləyir 374 manat 12 qəpik. Və bu təkərlərin də sığortası olacaq 14 manat 80 qəpik. Əlbəttə ki, təkərin səhv eləmirəmsə sinifinə və radiusuna uyğun sığorta dəyişir. 14 manat 80 qəpik əgər bu təkərlərdən və bu maşın üçün söhbət gedirsə, indi dediklərim hamısı bu maşına, bu təkərə və bu günləri mənim elədiyim prosedurlara aiddir və qiymətlər də indirimli olduğu üçün təkərin qiyməti 374 manat 12 qəpik mart ayının sonuna qədərdir. Növbəti indirim səhv eləmirəmsə iyun ayında olacaq. İldə 4 dəfə olur. Demək, sonra bizdən oldu balans və quraşdırılma. Hamısı bir yerdə toplam 36 manat oldu. Razval 27 manat oldu. Razval standartdır. Bu maşına sedandırsa standartdır. Qiyməti 27 manatdır. SUV-lər 39 manatdır. 4 ümumiyyətlə dediklərimin çoxsu 4 dənəyə aid edən, yəni Razval balans bu 4 dənəyə deyirəm. Siz indi 2 dənə gəlib burada təkər dəyişəcəksinizsə, indi onu özünüz hesab kitab eləyərsiniz. Azot, yəni 4 dənə təkər azot vuruldu. Qiyməti 6 manat 80 qəpikdir. Demək, sonra bizdə oldu paketlənmək, çünki təkərlər yuyulmuşdu deyə istəmədim maşın batsın. O yüzden paketə də 5 manat 20 qəpik ödəniş olunur. Yox, əgər siz özünüzlə təkəri götürmək istəmirsinizsə, bunun da qiyməti var. Utilizasiya olmalıdır deyə təkər, yəni radius sizin yerinizə təkəri aparıb zibil qabına atmır. Utilizasiya da olacaq 3 manat 20 qəpik. Amma təkərin yuyulması daxildir deyə, bu balans olması üçün təkərlər mütləq yuyulmalıdır deyə təkərlərinizi elə belə də götürüb maşına qoyub gedə bilərsiniz pulsuz, parasız. Rəqəmlərdə səhvlik eləyə bilərəm. Ümumi toplam bunlara təxminən 75 manat pul çıxdı. Və sığorta da üstünə gəlsək 14 manat 80 qəpik, bu da 89 manat 80 qəpik eləyir. Plus təkərlər 374 manat 12 qəpik. İndi hal-hazırda maşın sürürəm. Yəqin ki, onu özünüz hesab kitab edərsiniz. Nə sualınız qaldısa verərsiniz. Və radiusa necə gəlib çıxdım. Ümumiyyətlə təkərlərə baxdım. Radiusa da çoxdan gəlib çıxmaq fikrim var idi. Demək, radiusun orada da əməkdaşlara dedim.
demək, Radius niyəsə məndə brend formalaşdırmışdı beynimdə. Əslində yenə də brenddir. Sadəcə olaraq indi fikrimi qoy axıra kimi çatdırım və mən düşünürdüm ki, təkər yəni baha olar da, yəni işi baha görərlər, təkər baha olar. Amma elə deyil. Oraya yaxınlaşandan sonra mən ki o dediyim kimi də o keçdim oradan, o ağacların diblərində olan o dəmirləri gördüm. Radius falan. Və oradan artıq içəri girmədən mən çatmışdı ki, içəridə hansı keyfiyyət olacaq. Sonra onun kafesinə qalxmaq, namaz otağı və s. və ilə axır hamısı sizdə əminəm ki, yəni gəlin daxil olun, elə belə bir qiymətləri soruşmaq adı ilə gəlin daxil olun, baxın. Amma ondan da əvvəl istənilən bir yol qırağı vulkanizasiya yerlərinə, bazara yaxınlaşa bilərsiniz. Ətrafınızda inanıram ki, hər tində bucaqda təkər yerləri var. Ələxüsus da əgər mənim kimi Vasimoyda qalırsınızsa, neftçilər arasında qalırsınızsa, ətraf, hər tin başı, hər bucaq təkər yerləridir. Maraqlanıb öncədən sonra da gələ bilərsiniz və bura gəlib 100% sizə əmin edirəm ki, siz o keyfiyyəti hiss eləyəcəksiniz. Əgər bunun analoqu varsa, rəylərdə bildirin. Gedək oranda tanış olaq, baxaq. Amma məncə yoxdur, yəni mən rastlaşmamışam, heç bunun yarısını da görməmişəm digər bir yerlərdə. Dediyim kimi də, yəni mən taksit kartından çıxarıb, pulumu verib təkərimi almışam. Və gördüyümü danışıram. Hiss elədiklərimi sizlə bölüşdüm. Siz də sürdüyünüz marka modeldən asılı olmayaraq hansısa maşın sürürsünüzsə və bilirsinizsə ki, artıq təkər dəyişməyin vaxtı çatıb, bir yüngül bir bazar araşdırması eləyin. Daha sonra yaxınlaşın. Yaxınlaşmamışdan da əvvəl qiymətlərlə tanış ola bilərsiniz. Radiusda hər şey şəffaf şəkildə. Ay saytda başqa qiymətdir, gəldiniz, yox, biz saytı yeniləməmişdik, üzrlü hesab eləyin. Belə söhbətlər burada yoxdur. Yaxınlaşın, təkərinizi əldə eləyin və keyfiyyətindən doğrudan da əmin olacaqsınız. Çox şad oldum. Maşınımın da bu dəqiqə dili olsa, dil açıb danışar ki, Türkiyə çox soğuk ol, gəldin, təkərlərimi dəyişdin. Yəni təkər maşında çox vacib amillərdən biridir. Bu təkcə təhlükəsizliklə bağlı deyil, elə qənaətlə də bağlıdır. Bunu dəfələrlə avtoproyekt servisdə təkərlə bağlı sizə nə qədər orada o razval balans olan vaxtda da demişdimsə, orada ustadan da soruşub sizə demişdim, öz dilimlə də demişdim. Yəni təkər və onun havası, razval balansın düzgün olunması, yanacaq sərfiyyatından tutmuş hər bir şeyə, maşının peridokundan tutmuş hər bir şeyinə xeyri var. Və bizim sonda qoyduğumuz amma Avropalıların, nə bilim, Amerikanların ilk pillədə qoyduqları təhlükəsizlik və insan faktoru özümüzə və yolda olan digər hərəkət üzvlərinə bu böyük hörmətdir, belə deyərəm. Yəni sən yaxşı təkərlə maşını sürsənsə, əgər sənin yəni bildiniz də, yəni bu hissədə, yəni təkərlə bağlı heç bir problemimiz yoxdursa, bu həm özünüzə hörmət deməkdir və ətrafınıza hörmətin olması deməkdir. Mənə görə bu mənim şəxsi qənaətimdir, şəxsi gəldiyim fikirdir. Belə ümid edirəm video maraqlı oldu və siz də əgər belə deyək tənbəllik eləyirsinizsə, açıb araşdırmağa, baxmağa fərq yoxdur. İstənilən maşın, hansı model marka maşın sürürsünüz və təkərin ölçüsü nədirsə yazın. Lap özüm şəxsən maraqlanaram sizin əvəzinizə. Baxıb sizə rəylərdə cavab verərəm. Və ümumiyyətlə
bu mövzuda nə sualınız qaldısa, qaranlıq qalan məqamlar oldusa, zəhmət olmasa rəylərdə bildirin. Çalışacağım ki, hər birinizin suallarına cavab verim. Necə ki, bütün videolarda bunu edirəm. Kanala abunə deyilsinizsə kanala abunə olun. Bunu hər videolarda deyirəm. Zəhmət olmasa videonu bəyənin. Və bir şərhiniz varsa, sualınız da varsa da yaza da bilərsiniz. Bu mənim üçün çox önəmlidir. Özünüzə yaxşı baxın. İnşallah ki, gələn videolarda səslənərik. Sağ olun.